Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu günləri sizlərə 19 aprel əvvəlki il məzunlarının riyaziyyat suallarına baxacaq. Canlı yayımımızda bunun deməli qapalı tipli suallarına baxdıq və kodlaşdırma. İndi isə ətraflı suallarına izah edəcəyik. Deməli, 79-cu sualımızda deyir cədvəldə duz və sudan ibarət 2 məhlulun faiz tərkibi haqqında məlumat verilib. Birinci məhluldan 150 qram, ikinci məhluldan isə 350 qram götürüb qarışdırdıqda üçüncü məhlul alınır. Cədvələ əsasən P-Q fərqini hesablayın. Deməli, birinci məhlulda 20% əgər nədir? 20% burada duzun faizidir. Bizdə də P-Q-ni istəyir. İndi 150 qram 20%li düsturumuz nədir? M1, P1 üstəgəl M2, P2 bərabərdir. M1 plus M2 vurulsun P. Bu düsturdan istifadə edəcəyik. Üstə gəlsin, burada P1, P2 həmin bu duzun faizləridir. Burada 20'dir. Burada indi 90 sudursa 10% nədir? Həmin duzdur. İndi 350 qram nədir? İkincidir. 350 vurulsun 10 bərabərdir. Kütlələrin cəmi nə qədərdir? 150 və 350, yəni 500'dir. 500 vurulsun P. İndi bura eləyəcək 3000. Üstə gəlsin. Bura eləyəcək 3500. Bərabərdir 500 vurulsun P-yə. Eləyəcək 6500. 6500. Bərabərdir 500 vurulsun P. Sıfırları aparıram ixtisar. P bərabərdir 65'i bölünən 5'e. Eləyir nə qədər? 13%. 13% nə olacaq? 13% duz olacaq və digəri də nə olacaq? Çıxacaq 100-dən eləyəcək necə? 87%. Bizə deyir ki, Q minus P, yəni 87 çıxılsın 13 eləyəcək necə? 74%. Maraqlı sualdır. Həll etmək olar. Daha sonra keçid eləyək 80-a. Deyir, hündürlüyü 2 olan düzbucaqlı paralelipipedin həcmi çoxhədlisi ilə modelləşdirilib. Bu paralelipipedin oturacağının eni A-4 olarsa, tam səthinin sahəsini modelləşdirən çoxhədlini standart şəkildə yazın. İndi hündürlüyü bunun 2'dir. Paralelipipedin həcm düsturu V bərabərdir. V bərabərdir. Deməli, A, B, C-dir və bizə C-miz orada nədir? C-miz bizim hündürlüyümüzdür. Yəni ki, 2 vurulsun. İndi paralelipipedin oturacağının eni neçədir? A-4'dür. Burada A ilə B oturacağın eni və uzunluğudur. Vurulsun B yaza bərabərdir. 2A kubu minus 128. 2A kubundan 2'ni çıxardıram. Olur A kubu çıxsın 64. 64 nədir? 4'ün kubudur. İndi bunu yazırıq. A-4 müxtəsər modüsü birincinin kvadratı. Burada çıxma olanda toplama olur. 4A plus 16. Və 2 vurulsun. A-4 vurulsun B yazırıq. Bərabər 2 vurulsun. 2'lə ixtisar gedir. A-4'ümüz ixtisar gedir. B nədir? A kvadrat plus 4A plus 16'da. Bizə deyir ki, tam səthinin sahəsi. Tam səthinin sahəsi düsturu nədir? V deyirəm. S tam bərabərdir. 2 vurulsun. AB üstəgəl AC üstəgəl BC. İndi belə eləyəcək onda. S tam bərabərdir. Bu bizim uzunluğumuzdur. Uzunluğu vururlar nəyə? Enə vururlar. Sonra uzunluğu vururlar hündürlüyə. Sonra hündürlüyü vururlar enə. Deməli 2 vurulsun. Bu 2 düsturdakı 2'dir. Yəni ki, buradakı 2'dir. A vur B. A vur B'miz nə olacaq bizim? N vur uzunluğumuz. Yəni A-4 vurulsun A kvadrat plus 4A plus 16. Üstə gəlsin. A vur C. A vur C'miz isə N vur hündürlüydür. Yəni A-4 vurulsun 2'dir. Üstə gəlsin hündürlüyümüz 2'dir axı. Üstə gəlsin bu səfər hündürlük vur uzunluq. Yəni 2 vurulsun A kvadrat plus 4A plus 16. İndi bunu vurup açacaq. Hər birinə 2 vurulsun. Olacaq A kubu. Üstə gəlsin 4A kvadratı plus 16A minus 4A kvadratı minus 16A
minus 64. Üstə gəlsin 2a minus 8 üstəgəl 2a kvadratı plus 8a plus 32. Sadələşdirək. Bərabər 2 vurulsun. A kubundan bir dənədir. 4a kvadratı minus 4a kvadrat. Bunlar islah oldu. 16a minus 16a. Bunlar da islah oldu. A kubu minus 64. İndi. Onsuz da bu açılış heç baxmıram, fikir vermirəm. Hə. Bu açılış onsuz da A kubu minus 64'ün açışıdır. Bəli. A kubu minus 64. Üstə gəlsin. Burada minus oldu da minus 64. Yəni siz bunu vurub açmadan da diqqət etsəniz görərsiniz ki A kubu minus 64'ün açışıdır. Deməli, daha sonra vurub açdığımız 2a minus 8. Bu 2a kvadratını yazırıq. Plus 2a kvadratı. 2a ilə 8a toplayır 10a. Və 8 üstünə də 32 gələndə çıxılacaq bunlar. 24 eləyir. 24. Müsbət 24 mənfi 64. Nə edəcək? Mənfi 40. Bunu da vurub açanda 2a kubu minus 80 plus 4a kvadratı plus 20 a olacaq. Bunu sıralama ilə də yaza bilərsiniz ki 2a kubu plus 4a kvadratı plus 20a minus 80. 81-ci sualda deyir, silsilə vuruğu 3'də 1 olan həndəs hissədə 9-cu və 6-cı hədlərin fərqi 9-cu və 6-cı hədlərin fərqi 13-cü və 19-cu hədlərin fərqindən neçə də böyüdür? Bölünsün nə? 13-cü və 10-cu hədlərin fərqindən. Burada yazırıq ki B6 bu B6 burası nə deməkdir? 2 üssü 3 deməkdir. B6'nı çıxardırıq. Olur 2 üssü 3 çıxılsın 1. Burada da B10 vurulsun 2 üssü 3 deməkdir. B10'u çıxardırıq. 2 üssü 3 çıxılsın 1. İxtisar gedir. B6 bölünsün B10. İndi B6 aşağı hissəndə yazan B6 vurulsun 2 üssü 4. 10 eləməsi üçün. Bunlar ixtisar gedir. Qalır 1 bölünsün 2 üssü 4. Kümümüz nədir? 3'də 1'dir. 1 böl kümümüz nə olacaq? 3 olacaq. 3 üssü 4 eləyəcək. O da neçə eləyəcək? 81 eləyəcək. Sonra 82. Deyir, OY oxuna nəzərən simmetrik olan. OY nəzərən. OY nəzərən simmetrik olan. Deməli, x-i qalır. Y qalır, x-i dəyişir. Y deməli, mənfi 3'dir. X-imiz də ki, mənfi 5. Simmetrik olan fx və gx kvadratı funksiyaların qrafikləri verilmişdir. Deyir, j10 bərabərdir mənfi 8. j10 mənfi 8 deyir, m, n, k üçbucağının perimetrini tapın. Tapaq. j10'umuz mənfi 8'dir. İndi bu kvadratik funksiyalarda ax kvadratı üstə gəlsin bx plus c. Bunu belə də yaza bilərik. Təpə nöqtəsinə görə a vurulsan x minus m kvadratı plus n. Bunun n-i mənfi 3'dür. J-ninki. Bununki. A vurulsan x minus m-imiz neçədir? 5'dir. Çıxılsın 5. Kvadratı plus neçə? Mənfi 3. Olacaq minus 3. Deyir ki, j10'da mənfi 8. Onu qoyuruq yerinə. A vurulsun 10 minus 5'in kvadratı minus 3 bərabərdir mənfi 8. Olur a vurulsun. Buraya eləyir 5. 5'in kvadratı nə eləyir? 25. Bərabərdir. Bunun keçirdən o səfər toplanacaq. O da mənfi 5. A bərabər olur. Mənfi 5 bölünsün 25. Yəni mənfi 5'də 1. A'mız oldu bu. İndi bu jx-in hansıdır? Sərbəst hədddə, düzdür? Sərbəst həddir. İndi onda sərbəst həddi olacaqsa y bərabərdir. Y deyəndə jx. Jx-in ki nə olacaq? Mənfi 5'də 1 x minus 5 kvadratı minus 3. Bunun sərbəst həddi nə olacaq? Mənfi 5'də 1 vurulsun x kvadratı minus 10x plus 25. X'in yerinə 0 yazılar da. Sərbəst həddi tapmaqdan ötürü x'in yerinə 0 yazılar. Mənfi 5'də 1 elə vurub açaq da bilərdiniz. Mən belə eləyirəm. 25 minus 3.
İxtisar gedir, qalır nə? Burada qalır 5. Bu olur -5 çıx 3. Yəni -8. Bura nədir? -8-dir. İndi MNK-nın sahəsini, perimetrini tapacaq. İndi buradan bura kimi nə qədər edir? 5 edir. Bunu biraz kiçildək. Baxın. Belə deyək. -5-dən 5-ə kimi. Uzunluğu nə qədər elədi? 10 elədi də, düzdür? Bura neçə idi? -8. Bura nə qədərdir? -3-dən -8-ə kimi 5-dir. Buradan gətiririk 5, 5. Bura nə qədər edir? 5 kök altına 2. Çünki perpendikulardır. X2, x kökdə 2. Burada nə edir? 5 kökdə 2. Olur 10 kökdə 2 plus 10. Bunu da uzağa başa çıxardır. 1 səgər kökdə 2 yazır, vurur ona. 83. Deyir, CD çevrəyə toxunan, CA isə kəsəndir. Deyir, DB vətəri ADC bucağının tənbələnidir. Alfa, alfa, alfa. Deməli, alfa olanda, bura alfa olanda, bura olacaq 2 alfa. Burada olacaq nə? 2 alfa. Burada x deyək. X minus 2 alfa bölünsün 2 bərabərdir 36 dərəcəyə. X plus 4 alfa bərabərdir 360 dərəcəyə. X minus 2 alfa çarpaz vursa neçə dərəcədir? 72. İndi bunu çıxanda 4 alfa ilə 2 alfa toplanır. Çünki mənfidir də. Mənfi də toplanır. 3 alfa bərabərdir. Çıxırıq da bunu. Eləyəcək bunu çıxanda 360-dan 72-ni çıxanda 8. Orada da qalır 5. 5-dən də 8. 288. Bunu da böləndə 6-ya. 4 dəfə 24. Bu da 8. 48. Alfa olur 48. Bizə deyir ki, CAD-ni. CAD nədir? Elə 2 alfanın yarısı. Yəni alfa. Yəni olacaq nə? 48 dərəcə. 84. Deyir, bütün tilləri bərabər olan dördbucaqlı piramidanın, bütün tilləri bərabərdirsə düzgün dördbucaqlı piramidadır. Açılışı şəkilləri kimi verilmişdir. AB-nin nə verib? 12 üstəgəl 12 kökdə 3. Bu yazaq bura A, buraya yazaq A, buraya yazaq A. Bu hündürlüyü nə olur? Bərabər tərəfli üçbucağın hündürlüyü. Yəni A kökdə 3 bölü 2 olur. Bərabər tərəfli üçbucağın. A kökdə 3 bölü 2, üstəgəl A kökdə 3 bölü 2. Burada A olur da, düzdür? Üstə gəlsin A bərabərdir nəyə? 12 üstəgəl 12 kökdə 3-ə. Deməli, A-nın yerinə nədir? 12-dir. 12-ni həqiqətən də 2-yə böləndə nə edir? 6 ilə burada 6, 12 kökdə 3 eləyir. A-mız 12-dir. Deyir, bu piramidanın həcmi. Həcmi nədir? V bərabərdir. 3-də 1 S oturacaq, vurulsun H-dir. 3-də 1 oturacağımız kvadrat olduğuna görə 12-nin kvadratı eləyəcək 144. Vurulsun nə? H. İndi bunun H-ını tapmaqdan ötürü nə edirik? Düşünün ki, baxın, dördbucaqlı piramidanı çəkirik. Bütün tilləri bərabər deyə belə bir düstur eləyəcək. Bunun tili necə oldu? 12. Yazırıq ki, C kvadrat bərabərdir böyük R kvadratı plus nə? H kvadrat. Belə bir düsturumuz var. C-miz burada tilimizdir. 12-nin kvadratı bərabərdir. R nədir? Xaricinə səyimiz çevirən radiusu. İndi kvadratda xaricinə səyimiz çevirən radiusu A kökdə 2 bölü 2-dir. Yəni 12 kökdə 2 bölü 2. Yəni nə? 6 kökdə 2. 6 kökdə 2-nin kvadratı 36 vur 2 edir. Yəni 72 edir. Üstə gəlsin H-ın kvadratı. H kvadrat bərabərdir 144 çıxılsın 72. H da bərabərdir nəyə? H da bərabər olacaq 72. H kvadrat bərabər 72. H da bərabərdir 6 kökdə 2-yə. Olacaq onda vurulsun 6 kökdə 2-yə. İxtisar edilir, burada qalır 2. 288 kök altında 2. Bu da maraqlı sualdır. 85-ci sonuncu sualımızı izah edirik. Deyir ki, mərkəzləri 2-5 nöqtəsində olan iki çevrədən birinin diametri deməli AB, digərinin diametri CD-dir. Koordinat nöqtələrini tapın. Aha.
Mərkəzləri 2, 5-də. Bura olsun 2, bura olsun 5. Olan iki çevrədən birinin diametri AB, digərinin diametri CD-dir. Bir dəqiqə. Bu üst tərəfdə rahat şəkildə çəkək. İndi bizə nə deyir ki? D nöqtəsinin koordinatları. Aha. İndi CD-nin koordinatı x-in koordinatı. Bunu yaza x, y. Olur nə? CD-nin x minus m, y minus n. Bu CD olur. Deyir bu O nöqtəsi nədir? Mərkəzdir. Mərkəzləri budur da, düzdür? Nə edirik? Bir dəqiqə uşaq. Bura dx, y yazaq. Parça orta nöqtəsi ilə gedək. Baxın, C-nin koordinatlarını yazıram. M, N. D-nin koordinatları x, y. A-nın koordinatları M, N plus 1. B-nin koordinatları N, 2. Diametri AB-dir. Bu üçün yazaq. Orta nöqtəsi M plus N bölü 2 bərabərdir neçədir? 2-dir. N plus N buradan neçə alır? 4. Digər tərəfdən N plus 1 ise 2. Parça orta nöqtəsinin koordinatları düsturudur bu. X1 plus X2 bölü 2 10. Bərabərdir 5. 2M plus N plus 1 bərabərdir 10. 2M plus N bərabər olur 9-a. Digər tərəfdən də M plus N bərabərdir 4. Bunlar çıxıram. Çıxandan n'lar gedir. M bərabər olur 5-ə. M 5-dirsə, n neçədir? Mənfi 1-dir. Çünki 4 olmalıdır. 4-dən 5-i çıxırıq. Oldu 5 mənfi 1. İndi bu üçün də yazırıq. CD üçün də yazırıq. Deməli 5 plus x bölü 2 bərabərdir neçədir? 2-dir. X plus 5 bərabərdir 4, x də bərabərdir mənfi 1. Buranı silək. Sonra mənfi 1 plus y bərabər böl 2 bərabərdir 5-ə. Mənfi 1 plus y bərabərdir 10, y də bərabərdir 11-ə. Bir də deyir ki, D nöqtəsinin koordinatları. Oldu biri mənfi 1, bir də nə? 11. Maraqlı suallardır. Belə müqayisə eləsək, bunun kodlaşdırma, həmçinin bu açıq tipliləri, açıq tipli deyəndə açıq kodlaşdırma və qapalı tipliləri bu iki birinci və ikinci zonaya nisbətən yaxşı suallardır. Yəni çox sadə suallar deyildi. Yəni gəlin qəbul eləyək ki, digərlərində həqiqətən də çox sadə tipli. Burada da sadə tipli var, amma yəni ki, müəyyən dərəcədə yazmaq lazımdır. Digərində isə yəni ki, müəyyən qədər sadə idi. Ətraflılarına gəldikdə isə bunun ətraflısı nisbətən şagirdlərin daha çox həll eləyə biləcəyi tipdədir. Elə düşünürük. Çünki bu sualdır. Daha sonra bu sualda ən azından bunları çox rahatlıqla yazmaq olar və yaxud da budur. Həmçinin bunudur. Bloka hazırlaşanlar, yəni ki, bloka birinci, ikinci qrup hazırlaşanlar yaza bilər. Həmçinin də bunu da. Yəni 1, 2, 3, 4 dənə sualı rahatlıqla yazmaq olar. Amma ki, bu birinci, ikinci zonaya düşən suallar isə bunlardan nisbətən çətin idi ətraflıları. Qapalıları asan, ətraflısı çətin idi. Bunun isə qapalıları nisbətən orta tipli, ətraflıları isə nisbətən yaza biləcəyiniz tipdə idi. Hər birinizə uğurlar əziz şagirdlər. İnşallah ki, istədiyiniz balları əldə edərsiniz.